Hər birinin qalınlığı h olan 6 eyni tircik suda üzür. Üstdəki 2 tirciyi götürsələr suya batan hissə. Cisim suda üzən zaman biz batan hissənin həcmini, batan hissəsini daha doğrusu necə tapırdıq? V batan bölünsün V cisim bərabər idi. Rho cisim bölünsün Rho maye. Bu cismin batan hissəsidir. Batan həcmi yox, batan hissəsidir. İndi baxırıq burada cismin hansı hissəsi batıb. Burada baxırıq ki, 6-sından 6 eyni kub deyil, 6-sından 3-ü batıb. Düzdürmü? Yazırıq. Deməli, burada hər birinə V desək, V. Düzdürmü? Cismin özü 6V-dir. Batan hissəsi 3V-dir. Bu da bərabərdir. Rho cisim bölünsün Rho maye. Onda bu nəyə bərabər olacaq? 2-də 1-ə. Bunlar ixtisas edir. Deməli, Rho cisim bölünsün Rho maye bizə verir 2-də 1-i. İndi nə ediblər? İndi üstdəki 2 tirciyi götürüblər və suya batan hissə necə dəyişir onu soruşurlar. Deməli, nə ediblər? Bu üstdəki 2 tirciyi nə ediblər? Götürüblər. İndi bizdən soruşur batan hissə necə dəyişir? Nə edirik burada? Deməli, cismin sıxlığı dəyişmədi ki. Cisim eyni cisimdir də, sıxlıq dəyişmir. Həmçinin maye də eyni mayedir. Mayeni dəyişdirməyiblər ki. Mayenin sıxlığı da dəyişmir. Cismin sıxlığı eyni, mayenin sıxlığı eyni. Cismin sıxlığı bölünsün mayenin sıxlığı bizə nə verir? 2-də 1-i. Deməli, nə edəcəyik? İkinci halda da V batan iştirik yazaq buna. Bölünsün V cisim iştirik. Bərabər olacaq nəyə? Elə 2-də 1-ə. İndi burada baxırıq ki, cismin batan hissəsi yenə 2-də 1 olur. Yəni batan ikisindən biri batıb. Deməli, ikinci halda şəklimiz necə olacaq? 4 dənə kub qalmayıb. Yəni bu 4 dənə kubun ikisi batacaq. Sonda bu eləyir 2-də 1. Düzdürmü? İndi 4 dənə kubun ikisi batacaq. Baxın, şəklimiz elə belə olacaq. Yəni yuxarıda 2 kub qalacaq, ikisi də batacaq. İndi nə oldu? Hündürlük necə azaldı? Batan hissə nə qədər azaldı? H qədər yuxarı qalxdı. Burada əvvəl bu da var idi. Hər birinin qalınlığı h deyildi. Burada h qədər yuxarı qalxdı cisim. Ona görə də nə olacaq burada? H qədər nə edəcək? Azalacaq.